Sağlam kanalımızın değerli izleyicileri. Oracle PNSQL kursumuzun bu dersinde PNSQL blokları daxilində DMN əməliyyatlarına ait nümunələrə baxacağıq. PNSQL bloklarında DMN Data Manipulation Language əməliyyatları insert, update, delete, merge istifadə edilə bilər. Real nümunələr üzərində gəlin baxaq. Customers cədvəlimizi yaradaq. Əvvəlcə əgər məlumat bazamızda varsa, gəlin drop edək. Constraintlər var idi Customers cədvəlimizdə. Ona görə silinmirdi. Və mən Cascade Constraints etdim. Bilirsiniz ki, Oracle SQL kursumuza əgər baxmısınızsa YouTube'da Cascade Constraints məcbur şəkildə constraintlər olmasına baxmayaraq cədvəlini drop etmək üçündür. Drop etdikdən sonra mən yenidən cədvəlimi yaradıram. PNSQL blokunda insert əməliyyatı. Yeni müştəri məlumatlarını cədvələ əlavə edən kod bloku. Kodu bura kopyalayaq. PNSQL blokumuzdur. Declare hissəsində dəyişənlərimizi bildiyiniz kimi tanıdırıq. Baxın və hər birinə initial value, yəni başlanğıc qiymət də vermişik tiplərinə uyğun və ID-yə number tipində olduğu üçün 1, V-name-ə varchar 2, yəni 100 tipində olduğu üçün, yəni text tipində olduğu üçün Orxan Əliyev və hər birinə dediyim kimi tiplərinə uyğun olaraq başlanğıc qiymətlər, initial value-lar vermişik. Daha sonra begin end gövdə hissəsinə keçirik. Burada insert edirik customers cədvəlimizə həmin bu dəyişənlərin qiymətini values olaraq baxın bunları veririk. Dəyişiklikləri təsdiqləmək üçün, yəni bilirsiniz save edib yaddaşa vermək üçün commit edirik və ekrana çıxarırıq müştəri əlavə olundu və hər hansı bir error çıxarsa, exception hissəsi yazırıq, xəta baş verdi və rollback, yəni bu DMN əməliyyatı geri çəkilsin, icra olunmasın. Gəlin baxaq. Uğurla tamamlandı, göstərir. İndi Customers cədvəlimizdən select edək, baxaq görək insert əməliyyatımız gedibmi? Baxın, insert əməliyyatımız uğurla gedib. Burada cədvəl yaradanda diqqət ediriksə, Customer ID primary key-dir. Primary key bilirsiniz, primary key constraint tək açar deməkdir. Yəni ki, primary key verdiyimiz sütunlarda məlumatı nə null ola bilməz, nə də təkrarlana bilməz. Eyni bu kodu təkrar mən run edəcəm. Baxın, burada və ID neçədir qiyməti? 1-dir. Artıq məndə də məlumat bazamda customer ID-si 1 olan sətr mövcuddur. Customers cədvəlində. Təkrar bu kodu icra edəndə bu təkrardan customers cədvəlinə bunları insert etməyə çalışacaq və burada və ID 1 olduğu üçün error çıxacaq və əməliyyat rollback olunacaq. Gəlin buna da baxaq.
Gösterdi ki uğurla tamamlandı. Gəlin. Mən cədvəlimizə baxaq. Baxın, sətir düşməyib. Dediyim kimi, buranı insert eləməyə çalışdı. Əgər insert uğurla getsə commit edəcəkdi və ekrana bunu çıxardacaqdı. Lakin insert uğurla getmədi. Yəni çünki təkrar eyni ID-ni sətrə əlavə etməyə çalışdığımız üçün və həmin sütunda da primary key constraint-imiz olduğu üçün insert getmədi və rollback oldu. Yəni əməliyyat geri çəkildi. Ümid edirəm ki, bu nümunə aydındır. Digər nümunəmizə baxaq. PNScreen blokunda update əməliyyatı. Müştərinin e-mail ünvanını yeniləyək. Baxın, dəyişənlərimiz var və ID number tipində 1-dir qiyməti və new email dəyişənimiz var, varsa 200 tipində. Dəyəri də orxan.aliyev@example.com-dur. Begin endin içərisində update eləməyə çalışırıq. Update customers cədvəlində redaktə işi gör. Set email bərabər və new email. E-mail sütundakı dəyəri yeni e-mail dəyəri ilə əvəzinə, redaktə elə və haradakı customer ID bərabərdir v ID, yəni 1-ə. Deməli gəlib customers cədvəlimdə customer ID-si 1 olan v ID-yə, yəni 1-ə bərabər olan sətirdə e-maili redaktə eləyəcək. Daha sonra commit və e-mail yeniləndi. Hər hansı error çıxarsa da rollback edəcək. Uğurla tamamlandı. Gəlin buranı köçürüm. Baxın, dəyişdi. orxan.aliyev@example.com. Misal üçün mən burada versəm buranı 2 versəm, hal-hazırda məndə customers cədvəlində customer ID-si 2 olan sətir olmadığı üçün nə eləməlidir? Errora düşməlidir. Gəlin baxaq. Görək nəsə dəyişiklik olacaq. Baxın, olduğu kimi qalır. Çünki exception-a düşür, xəta baş verdi və rollback olur. Yəni əməliyyat deyilən əməliyyatı geri çəkilir. Tətbiq olunmur. Bunu bir eləyək, dəyişək. Keçək digər nümunəmizə. PNSQL blokunda delete əməliyyatı. Müştərini cədvəldən silək. Və ID number bir dəyişənimiz var. Begin endin içərisində delete from customers cədvəlindən silmə əməliyyatı icra et. Haradakı customer ID bərabərdir v ID-yə. Və dəyişiklikləri komitəyə ekrana müştəri silindi yaz və əgər hər hansı error baş verərsə rollback elə. Yəni mən əvvəlcə unutmuşdum. Burada set server output 10 edək. Set server output 10 etmədiyim üçün burada baxın, bunlar bu dbms.output dbms output.putline
ekrana çap etdiyi mesajlar qayıtmırdı. Onu run etdikdən sonra artıq ekrana mesajlar çıxacaq. Baxın, müştəri silindi 1. Yəni 1 nömrəli müştəri silindi. Gəlin, mən təkrar eynisini icra eləməyə çalışıram. Çünki hal-hazırda baxın, məndə boşdur artıq Customer cədvəlim. Customer ID-si 1 olan sətr yoxdur. Ona görə təkrar silməyə cəhd eləyəndə errora düşəcək, exception-a düşəcək. Müştəri silindi 1. Yəqin ki, aydındır. Keçək digər nümunəmizə. PNSQL blokunda mövzu əməliyyatı. Eyni müştəri varsa email yenilənsin. Yoxdursa yeni qeyd əlavə edilsin. Deməli, mövzu əməliyyatı üçün gəlin baxaq nümunəmizə. Dəyişənlərimizdir. Customers cədvəlimiz var. Bizim hədəf cədvəlimiz və base table'ımız var. Base table rolunda oynayan baxın bu selectdir. Baxın, bu select neyləyir? VID 2 Customer ID sütunu adıyla yazır. VName'i name sütunu adıyla yazır. VEmail'i email sütunu adıyla yazır. Fon sütunu adını verir və VCity'yə də alias verir city. From door. Deməli çıxacaq Customer ID, name, email, phone, city sütunları altında uyğun olaraq baxın bu dəyərlər çıxacaq. Bu selectlə mənim hədəf table'ımı, target table'ımı müqayisə edirik. Əgər baxın bu selectdə də SRC aliası veririk. SRC-nin, yəni bu selectin Customer ID-si ilə mənim table'ımın, hədəf table'ımın, yəni Customers cədvəlimin Customer ID-si bərabərdirsə, uyğunluq varsa, gəl Customers'ın emailin redaktə elə, update elə, dəyişənə SRC-nin emaili, yəni buna. Yox, əgər uyğunluq yoxdursa, Customers cədvəlimə insert elə. Customers cədvəlimə SRC-dən qayıdan bu dəyərləri insert elə. Daha sonra commit, ekrana mövzu əməliyyatı tamamlandı. Hər hansı error çıxarsa da bunu yazsın. Və rollback elə DML əməliyyatı geri çəkilsin, icra olmasın. Yəni əvvəlcə mən Customers cədvəlimi baxın bir daha. Baxın boşdur, hal-hazırda Customers table'ında heç bir sətr yoxdur. Olmadığı üçün bu uyğunluq getməyəcək. Çünki Customers cədvəlimdə SRC-nin Customer ID-si neçə idi? VID. VID neçə idi? 2. Customer ID-si
İki ona sətir olmadığı üçün bu uyğunluq olmayacaq və Customers cədvəlimə insert əməliyyatı gedəcək. When not matched. Uyğunluq yoxdursa insert. Gəlin bunu icra edək. Merge əməliyyatı tamamlandı. Customers cədvəlimizə baxaq. Baxın, bu məlumatlar bura uğurla nə oldu? Insert oldu. Daha sonra nəyə gəlsəydim? Baxın, hal-hazırda belə bir sətir var Customers cədvəlimdə. Mən eyni bu kodu təkrar icra edeyim. Bu səfər nə olacaq? Uyğunluq olacaq, düzdür? Gələk tables'ımıza, refresh, Customers'ı açaq. Burada e-maili, məsəl üçün, ucan, kiçik hərflə yazsam daha yaxşı. ucan@example.com edək. Commit. Gəlin baxın. Baxın, ucan@example.com-dur hal-hazırda. Gəlib təkrar bunu icra edəndə nə baş verəcək? Uyğunluğu yoxlayacaq. Customer ID-lər bərabərdirmi? Bəli. Hal-hazırda baxın. Bu selectdə də Customer ID və ID-dir, yəni 2-dir. Və məndə cədvəlimdə də Customers cədvəlimin Customer ID-si hal-hazırda 2-dir. Uyğunluq var. Uyğunluq var idisə nə eləyirdi? When match, then update elə. Customers cədvəlində e-maili SRC-nin e-mailinə bərabər. SRC-nin e-maili nə idi? Leyla@example.com. Məndə nədir hal-hazırda? ucan@example.com. Düzdür? Update eləyəcək. Gəl təkrar. Merge əməliyyatı tamamlandı. Və baxaq. Baxın, leyla@example.com. Update əməliyyatı getdi. Merge-də belə, yəqin ki, aydındır. Keçək digər nümunəmizə. Bu nümunələrdə PNSQ blokları ilə DML əməliyyatlarının insert, update, delete, merge necə icra edildiyini göstərdik. Hər əməliyyatda commit və rollback istifadə edərək dəyişik köklərin idarə olunmasını təmin etdik. Bu kodları SQL Developer və ya Toad kimi PNSQL dəstəkləyən mühitlərdə sınaqdan keçirə bilərik. Bildiyimiz kimi ilk dərsdə də mən Oracle SQL kursumuzun YouTube kanalımızda ilk dərsində də qeyd eləmişdim. Müxtəlif editorlar var Oracle kodlarını yazmağımız üçün. Bunlardan təbii ki, ən məşhuru Oracle SQL Developer editorudur ki, biz bunun üzərindən dərslərimizi keçirik. Lakin Toad da bu editorlardan biridir. Ən çox istifadə olunanlardan, məşhurlardan biridir. Toadda da həmçinin bu yazdığımız kodları icra edib yoxlaya bilərik. Daha mürəkkəb əməliyyatlar üçün cursors, procedures, triggers kimi PNSQL xüsusiyyətlərindən də istifadə edə bilərik. Gəlin daha geniş nümunələrə baxaq. Cədvəlimizi yaradırıq. Müştərilər, customers və sifarişlər orders cədvəlləri yaradaq.
Drop Table Customer Search mevcut olanı drop eder. Daha sonra yeni Customer cədvəlimizi yaradaq. Drop Table Order edək və yenisini yaradaq. Baxın, burada yeni yaratdığımız Customer cədvəlimizdə Customer ID Primary key'dir. Email isə Unique key'dir. Unique constraint'i var. Constraint'ine biz keçəndə Oracle SQL kursumuzda demişdik. Unique constraint'ine aid sadəcə təkrarlanmayan məlumatlar bura insert oluna bilər, lakin null ola bilər, dəyər null ola bilər. Primary key'də isə Unique fərqi o idi ki, primary key'də də həmçinin unique constraint var içərisində. Yəni məlumatlar təkrarlanmamalıdır. Ancaq primary key verdiyimiz sütunda null dəyər ola bilməz. Deməli, primary key not null constraint-nə unique constraint-in birləşməsidir. Not null constraint bilirdik ki, həmin sütunda null ola bilməz. Onun üçün verilən bir constraint idi. Unique constraint isə həmin sütun üzrə təkrarlanma ola bilməz və primary key də bu ikisinin birləşməsidir. Digər cədvəlimizə baxaq. Order ID primary key'dir və customers cədvəli ilə bunun arasında əlaqə var, relationship var. Bu relation'da orders cədvəli, baxın, customers cədvəlindən customer ID-ni referans alır. Yəni burada orders, customers cədvəlimiz parent key'dir, əsas table'dır. Bu side table'dır. Yəni ondan referans alan aslında table'dır. Insert əməliyyatı PNSQL blokunda müştəri əlavə etmək. Üzr istəyirəm. Mən yaxşı var, bunu drop etdimmi? Unuttum drop edib etmədiyimi. Onca bir daha drop edək. Yenidən tez yaradaq. Yarandı və bu da yarandı. Belə. PNSQL blokunda müştəri əlavə etmək üçün insert əməliyyatına baxaq. Dəyişənlərimizdir, qiymətlərdir, hər birinin tipinə uyğun qiyməti var. Begin endin içərisində customer cədvəlimizə insert edirik. Baxın, bu dəyişənlərin qiymətlərini commit yadda saxla. Yeni müştəri əlavə olundu. Müştərinin adı Vname ekrana çıxarılsın. Əgər hər hansı error çıxarsa, exception düşəcək. Baxaq bu exception-a. When dub var, on index var. Yəni, əgər cədvəldə duplicate value varsa, yəni təkrar məlumat, eyni sətirdəki məlumat təkrar insert olunmağa çalışırsa, bu exception-dan tuturuq onu və ekrana bu çıxacaq. Digər bütün errorlar üçün də ekrana xəta baş verdi, SQL error çıxacaq və rollback olunacaq. Yəni, etməyə çalışdığımız DML əməliyyatı geri çəkinəcək. Yəni, icraya yeni müştəri əlavə olundu, Tural Məmmədov çıxdı, çox gözəl. Select 30 from ekrana baxın, bunu çıxartır.
Və gəlin bunu təkrar mən bu kodu run etməyə çalışım. Baxın, hal-hazırda customer ID'si bir, name'i bu və sairə sətrimiz mövcuddur customer cədvəlində. Yəni bunlar insert olunmuş vəziyyətdədir. Təkrar icra eləyəndə bunu insert eləməyə çalışacaq və burada nə olacaq? Duplicate value xətası. Çünki təkrar eyni sətri insert eləmək istəyirik. Baxın, xəta bunun artıq mövcuddur. Gördünüz. Yəni burada belə bir şey də yox. Yox, məsələn, burada və ID 1-dir, düzdür. Bax, həmçinin xəta çıxdığı üçün rollback oldu, o sətr insert olunmadı. Gəlin belə bir şey yox. Ya 1-dir, düzdür. Bura mən text yazıram belə. Yox, misal üçün belə text yazıram, düzdür. Bunun tipi nədir? Namdır. Customers cədvəlimizdə Customer ID-sinin tipi nədir? Namdır. Bura Customers cədvəlimə ve ID'nin qiymətini, yəni teksti, text tipində bir dəyəri insert etməyə çalışacaq və dolayısıyla da bu nədir? Error çıxacaq. Bu errora düşəcək. Xəta baş verdi bu. Gəlin görək nə çıxar. Baxın, error çıxdı. Bir daha sticks göstərək. Və təbii ki, error çıxdığı üçün sətr insert olunmayacaq, yəni olduğu kimi qalacaq. Çünki rollback olunur, exception option'dır. Gəlin bunu dəyişək, yəni olduğu kimi qoyaq bir və keçək digər nümunəmizə. Insert PNSQ blokunda müştəriyə sifariş yaratmaq. Turan Məmmədov üçün yeni sifariş əlavə edək. Baxın, bu dəyişənlərimizdir. Qiymətləri bunlardır. Ordex cədvəlimizə gəlin baxaq. Eee, Baxın, hal-hazırda Ordex cədvəlimizdə məlumat yoxdur. Insert eləyirik. Bu dəyərləri bura 101, bura 1, order data cari tarixi, amount-a bunu və statusa da bunu təsdiq and commit olur. Yeni sifariş əlavə olundu, order ID-si çıxır. Hər hansı error çıxarsa da error çıxır və rollback olunur. Insert yəni icra olunmayacaq. Yeni sifariş əlavə olundu 101. Baxın. Məlumatımız doğru şəkildə insert olundu.
Yani bir şey de yok ya. Mesela burada yaradanda baxırıq ki, order stable'ımızda order ID primary key düzdür. Yəni təkrarlana bilməz. Mən buna bir dəfə 101 vermişim. Təkrar bunu icra eləsəm, təkrar bu order ID-nin dəyərini bura insert eləməyə çalışsam 101 error çıxmalıdır. Gəlin baxaq. Xəta baş verdi. Baxın bu hissə. Və təbii ki, sətir də insert olunur, rollback olur. Bu qədər. Update blokunda müştərinin şəhərini yeniləmək. Müştərinin yaşadığı şəhəri dəyişdirək. Ve Customer ID dəyişənimiz var və New City dəyişənimiz var. Update edirik Customer cədvəl City-ni yeni dəyərinə və Customer ID haradakı bərabərdir və Customer ID-yə 1-ə commit-inə müştərinin şəhəri yeniləndi. Exception-a düşəndə no data found-dursa, yəni daha məlumat tapılmırsa bu error çıxart. Digər bütün hallarda da bunu və rollback elə, yəni əməliyyat icra olunması. Gəlin Customer cədvəlimi baxım hal-hazırda görək nə vəziyyətdədir. Customer cədvəlim hal-hazırda görürsüz bu vəziyyətdədir. Customer ID 1-dir. Baxın, City-yə dəyişib Bakı eləmək istəyirik. City hal-hazırda Sumqayıtdır. Haradakı Customer ID bərabərdir və Customer ID-yə, yəni 1-ə. Müştərinin şəhəri yeniləndi, Bakı. Yəni baxaq. Yəni görürsüz dəyişib. Yenə bir şey yoxlayaq. Məsələn, bura verək. Hal-hazırda Customer cədvəlində Customer ID 1-dir. Bu sətir mövcuddur, düzdür? Bura verim 5 məsələn. Customer ID-si 5 olan sətir yoxdur ki. Nəyə düşəcək? No data found. Baxın, haradakı deyir Customer ID bərabərdir və Customer ID-yə, yəni 5-ə. Belə bir sətir yoxdur ki. Mövcud olmadığı üçün no data found. Xəta müştəri tapılmadı çıxmalıdır. Bəzən olur, bəzən baxın donur. Müştərinin şəhəri yeniləndi Bakı. Bunu çıxardır. Buranı ancaq yəni bu olmalı deyil. Bu xəta no data found. Bu xəta çıxmalıdır. Gəlin mən buranın hamısını kopyalayım. Ctrl-A, Ctrl-C. Yeni bir sesiya açsın. Burada yoxlayaq.
Buranı bir tane geçireyim. Yeniden açar. Editörde donma olur. Aşağıdan vardı gedikdə gördünüz. Ona göre çıxartmadım. Baxın burada Customers cədvəlini bu sətri yoxlayaq bir dənə. Error çıxır ona görə ki, əlaqəli məlumat var. Əslində baxın bu çıxmalıdır. Customers'ına əlaqəli hansı idi? Ortex açaq. Customer ID'sini eləyək bunun 2 hələ kimi əlaqəli olmasın onunla. Error çıxardı. Customers'da Customer ID'ni eləyək 2 bir-birinə əlaqəli olduğu üçün dəyişmək olmadı. Constraint var aralarında. Baxın, dediyim kimi 5-ə bərabər olan hal-hazırda sətr olmadığı üçün burada 1-dir, düzdür? No data found xətasına çıxıb, müştəri tapılmadı xətası çıxmalıdır. Ancaq bu hissəni çıxardır. Onun da səbəbi bazada hal-hazırda ilişmə var, ona görədir. Denet PNSQ blokunda müştərinin bütün sifarişlərini silmək.
İşleriniz farkına süreç. Burada bunu 5 olarak sakladım. Canım bir rengim rahat olsun size. Aha. Değişenimiz var. Ve Customer ID beraber bir. Delete from orders. Sıradaki Customer ID beraber ve Customer ID'ye komitenen müşterinin bütün siparişleri silindi. Error çıkardığında da bunu, error düşende de bunu çıkar. Bunu kopyalayayım. Orders. Zədvərimə baxaraq hazırı. Görək nə vəziyyətdədir. Budur. Məlumat. Delete from orders. Orders cədvəlindən sil. Haradakı Customer ID bərabərdir və Customer ID-yə 1-ə. 1 olan Customer ID 1 olan sətirləri sil. Müşterinin bütün siparişləri silindi. Baxaq orders cədvəlimizə. Baxın boşdur. Təkrar silməyə çalışsaq. Hal-hazırda boşdur, düzdür. Bir daha silməyə çalışsaq. Müşterinin bütün siparişləri silindi çıxır. Ancaq bu çıxmalı deyildi. Exception atışı. Çünki hal-hazırda baxın orders cədvəlində məlumat yoxdur. Customer ID-si və Customer ID-yə yəni 1-ə bərabər olan sətir yoxdur. Baxın, yoxdur yenə bir sətir. Onun üçün exception atışmalıydı. Amma dediyim kimi bazada problem var. Məndə nəsə. Ona bilsin kompüter çox yükümlüdür. Ona görədir editor Oracle SQL Developer editorum inişir. Və ona görə onu çıxarım. Əslində, yəni təkrar deyirəm, bu erroru çıxarmalıdır. Digər nümunəmizə baxaq, merge. Müştəri varsa yenilə, yoxdursa əlavə et. Əgər müştəri bazada varsa telefon nömrəsini yeniləyək, əks halda əlavə edək. Baxın dəyişənlərimdir. Merge into customers. Go table'ımızdan bunları select edirik. Bu bizim əsas cədvəlimizdir, main table'ımızdır. Və customers cədvəlimiz isə bizim target table'ımızdır. Yəni hədəf table'ımızdır. Customer ID-yə görə yoxlayırıq. Gəlin select edək buradan customers cədvəlimizdəki vəziyyətə tez baxaq. Select 30 from customers. Baxın customers cədvəlimiz burada hal-hazırda yoxlayırıq. Buradan qayıdan məlumatlar, customers cədvəlimizi nəyə görə, customers'ın customer ID-si bərabərdirsə həmin bu SRC-nin aliasın SRC vermişik customer ID-sinə. Bunun customer ID-si neçədir SRC-nin? Və ID-dir, düzdür 2. Customers'ımın customer ID-si neçədir? 1-dir. Uyğunluq var, xeyr, yoxdur. Update elə. Update elə customers cədvəlindəki fonu SRC-nin fonu ilə. SRC-nin telefon nömrəsi neçədir? Baxın bu. Buranı dəyişib bunun update eləyəcək.
Eğer uygunluk olmasaydı bir dakika özür istəyirəm. Tərsinə dedim. Baxın, SRC-nin buranın Customer ID'si neçədir? 2. Customer ID'si neçədir? 1. Eğer bərabərlik varsa, uygunluk varsa, update elə Customer-ın telefon nömrəsini, elə SRC-nin telefon nömrəsi. Update elə dəyiş ona. Yəni buna. Yox, əgər uyğunluq yoxdursa ki, məndə hal-hazırda yoxdur. Customer ID məndə Customer cədvəlimdə 1-dir. Bu SRC-dəki Customer ID isə, baxın, VID-nin qiyməti 2. 1 2-yə bərabərdir ki, uyğunluq yoxdur. Insert elə Customer cədvəlimə bu məlumatları. Və sonra ekrana vericə əməliyyatı tamamlandı yaz. Error çıxsa da bunu çıxar. Rollback elə, yəni DMR əməliyyatı icra olunmasın. Vericə əməliyyatı tamamlandı. Çox gözəl, təkrar baxaq. Baxın. İkinci sətir məlumat məndə bura düşdü. Səbəb də odur ki, 1-2-yə bərabər deyildi. Uyğunluq yox idi, ona görə insert getdi. İndi gəlin burada buranı refresh edeyim. Customers cədvəlimi açım. Burada telefon nömrəsi dəyişək. İxtiyari bir nömrə qoyuram, yəni təsadüfi ağlıma gələn bir nömrə qoyuram. 500 001 məsəl üçün. Yəni də deyirəm, ixtiyari bir təsadüfi nömrə qoydum. Baxın, run eləyirəm. Hal-hazır məndə Customer ID-si 2 olan sətrimdə fon budur, telefon nömrəsi. Təkrar bunu icra eləsəm, bu mövzu run eləsəm, baxacaq. Gəlin açım Customer cədvəlimi. Məndə buranın qiymətlərinə bu sətrinləri yoxlayacaq, Customer cədvəlimi yoxlayacaq. Burada Customer ID neçədir? 2. Customer ID'si buna bərabər 12 var, bəli, bu sətr. Varsa, uyğunluq varsa, nə eləyəcək? Update eləyəcək. Baxın bu. Customer fonun update eləyəcək SRC-nin fonuna. Baxın, merge tamamlandı. Təkrar mən bunu run eləyim. Baxın, həmin sətirdə gəldi, dəyişdi. Dəyişdi, bunu qoydu. Yəqin ki, aydın oldu mergedə. Kursordan istifadə, müştəri sifarişlərini göstərmək. Kursordan istifadə edərək hər müştərinin sifarişlərini göstərək. Baxın, orada kursor adlı bir kursor var. Bu senekdən qayıdan nəticəni kursorumuza yığırıq. Senekdə nə qaydı? Customer cədvəlimizlə order cədvəlimizi join edirik. Haradakı Customer ID-si bərabər orderin Customer ID-sinə. Gəlin mən ikisinə də baxmayıq da. Select photos from customers.
Customer istedvanın putu 1 2 ortak istedvanımıza baxa. Ortak istedvanım ham-hazırı boşdur. Mənim lazımdır içində məlumat olsun ki, onu yoxlayım. Ortak istedvanıma məlumat əlavə edən yer haraydı? Bu isə gəlin bunu təkrar run edim. Ki ortak istedvanında istəyirəm məlumat ola. Ortak istədə məlumat var ham-hazıra baxın. Həmin hissəni tapın bir dənə. Order ID'si 102 olan, Customer ID'si 1. Customer ID'si 1. Buranın 300 bu. Dəyişər. Təsdiqanti. Bir də Ubuntu 103. Bu. Bir daha raneyim. Ctrl Z ilə qaytarım əvvəlki vəziyyətə. Aha. Gəlin aşağı. Baxaq. Customer cədvəlində 2 sətir bu məlumat vardı. Order cədvəlimdə də 3 sətir budur. 101, 102, 103. İndi bu join eləyəndə həmin kursora yığılan hissəyə baxaq bir dənə ayrıca. Baxın. Bu hissə bir daha göstərim. Bunu gəlin ən yaxşısı kopyalayım aşağı. Baxın belə bir şey göstərim. Customer cədvəlimdir. Customer ID'si 1, 2 olan sətirlər var. Order cədvəlimdir. Customer ID'lər 1 olan 3 sətirdə də Customer ID 1'dir. Düzdür? Və burada join eləyir, şərt verir ki, Customer'sın Customer ID'si bərabər Order'sın Customer ID'si. Yəni burada Customer'sdan name'i götürür, Order ID'ni götürür. Customer'sdan name'i götürür, Order cədvəlindən də Order ID'ni, amount'u, statusu. Deməli, Customer ID'si 1 olan, həmin Order cədvəlində Customer ID'si 1 olan 3 sətir ki var, bunlar. Gələcək 101, 102, 103 götürəcək. Amount'unu götürəcək, statusunu götürəcək təsdiqləndi və Customer cədvəlimdə Customer ID'si 1 olan sətirlər hansıdır? Turan Məmmədov. Bir dənə budur, düzdür? Customer ID'si 1 olan name'i. Onu götürəcək. Baxaq. Turan Məmmədov 101, 102, 103 amount'lar və statuslar. Bunu yığacaq məndə kursora. Və bu dəyişənlərim var. Və name dəyişənim Customer cədvəlindəki name tipindədir. Bu order ID dəyişənimin tipi order cədvəlinin order ID tipindədir. Bu amount dəyişənimin tipi order cədvəlinin amount tipindədir. Status dəyişənimin tipi isə order cədvəlindəki status tipindədir. Kursorumu açıram.
dövrə sonra dövrün içərisində fetnə bir-bir sətir götürürəm kursordan, əlavə eləyirəm sütunları bu dəyişənlərə. Haradakı kursorda məlumat tapılmadı, fetçi artıq dayandırıram, əlavə etməyi saxlayıram. Ekrana bu formatda çıxardıram, loopu bitirirəm və kursoru bağlayıram. Baxın, müştəri Turan Məmmədov sifariş ID'si bu, belə məlumatlar gəldi. Yəqin ki, aydın oldu. Keçək digər nümunəmizə. Aha, bu burada bitir. Nəticə, bu nümunələrdə PNSQL bloklarına real cədvəllər üzərində DML əməliyyatlarının icrasını göstərdik. Burada müştəri və sifarişlər üçün cədvəllər yaratdıq. Insert-ilə müştəri və sifariş əlavə etdik. Update-ilə müştəri məlumatlarını yenilədik. Delete-ilə sifarişləri sildik. Merge-ilə məlumatları əlavə və ya yenilədik. Kursor ilə müştəri və sifariş məlumatlarını oxuduq. Bu kodları az öncə də dediyimiz kimi Oracle SQL Developer editorunda və ya PNSQL-ni dəstəkləyən digər mühitlərdə, misal üçün TOAD-da sınaqdan keçirə bilərik. Başqa nümunələrimizə də baxaq. Tutaq ki, employees işçilər və salary history maaş tarixçəsi cədvəlləri yaradaq. Bir də salary history maaş tarixçəsi cədvəlimiz. Employees gəlin əvvəlcə drop eləyək. Hal-hazırda mövcud deyil, ona görə yarada bilərik. Nə verdi ki? Baxın, employees cədvəlini mövcud deyil. Employees cədvəlini yenidən yaratdı və salary constraint bu da mövcud deyil yazır. Yenidən yaradıldı. Nəsə problem var idi. Dediyim kimi bazada donma olur, gecikmə olur məndə. Ona görə bəzi qəribə belə hallar baş verir. Aha, employees cədvəlimizdir. Sütunları bunlardır. Və salary history maaş tarixçəsi cədvəlimizdir. Sütunları bunlardır. Və həmçinin salary history cədvəli employee ID sütununa görə employees cədvəlinə referans alır. Yəni aralarında relation var, əlaqə var. Burada employees cədvəli parent table'dır və bildiyimiz kimi salary history cədvəlində ondan referans alan table olduğu üçün child table'dır. Gəlin nümunələrə baxaq. Yeni işçi əlavə etmək.
Bakın değişkenlerimdir ve her birinin tipine uygun da kıymetler var, inişin bölümler var. Employee cədvəlimə insert edirəm həmin bunların dəyərini, commit və yeni cavab edildi full name. Məsələn, ənələyib, əgər Google əlavə olunsa çıxacaq və error exception çıxarsa da ekrana bunu çıxarıb yazır. Ekrana xəta baş verdi, başa nöqtə, boşluq baş verən xətanın kodu və rollback eləyir, yəni insert əməliyyatı, demək əməliyyatı cədvəlimizə düşmür. Gəlin baxaq. Yeni cavab edildi, ələyib. Employees cədvəlimi select edib baxım. Bu. Baxın, sətir ora rahat uğurla əlavə olundu. Employees cədvəlimə. Employees cədvəlimdə bir daha baxaq. Employee ID primary keydir. Təkrarlana bilməz, düzdür. Təkrar mən bunu insert etməyə çalışsam. Xəta baş verdi. Baxın, xəta burada çıxır. Bu səfər işlədi. Və rollback oldu. Yəni problemli sətir təkrarlanma olunmadı. Gördüyünüz kimi. Keçək digər nümunəyə. Update işçinin maaşını artırmaq və tarixçəyə yazmaq. İşçinin maaşı artırıldıqda bu dəyişiklik salary history cədvəlinə qeyd edilir. Yəni nümunəmizə update işçinin maaşını artırmaq. Baxaq, dəyişənlərimizdir və employee ID və new salary, old salary. New salary'nin baxın yeni qiyməti var və history ID də 1-dir. Köhnə maaşı əldə edirik. Baxın. Salary'ni employees cədvəlindən haradakı employee ID bərabər bu employee ID-yə, yəni 101-ə. Gəlin bir dənə employees cədvəlimizdən select edək baxaq. Select photos from employees. Employees 101'dir. Baxın, employee ID-si 101 olan bir sətir var və salary history cədvəlini select edeyim. Hal-hazırda məlumat yoxdur. Görürsüz. İndi baxaq, burada nə baş verir? Select salary from employees. Employees'dən salary'ni select elə. Haradakı employee ID-si bərabərdir və employee ID-yə, yəni 101-ə. Hal-hazırda məndə employees cədvəlində baxıram. Employee ID-si 101 olan sətir var, bəli. Oradan salary'ni, yəni 2500'ü götürür, bu dəyişəndə saxlayır və old salary olacaq 2500. Daha sonra maaşı yeniləyən hissə update eləyir employees cədvəlini. Maaşı dəyişir yeni maaşa 3000'ə.
Haradaki employee ID beraberdir bu employee ID, yani 101'e bu sətirdə dəyişir 2500 yerine 3000. Maaş dəyişiklik tarixçəsinə əlavə edirik. Yeni maaş neçədir? 100 sonları 3000, old sonları ve old sonları neçəydi? 2500. Buradan götürdük yaxı. Insert edirik sonları history cədvəlinə. History ID-ni. Yani bu history ID neçədir? 1'i. Bu employee ID-ni. 101'i. Old sonlarını neçəydi? 2500. Buradanki götürmüşdük. Bu new sonlarını neçəydi? 3000. Cari tarixi. Komitenin yeri ekrana yazıq maaş şartı oldu. Köhnədən tire yeniyə. Sonra eğer məlumat tapılmasa xəta baş verdikcə tapılmadı yazır. Digər bütün hallarda da xəta qarşısında xətanın adı və robot olur. Sətir əlavə olunur. Gəlin baxaq. Maaş şartı oldu 2500'dən 3000'ə. Bu cədvəlimiz baxın qaldırır ki 3000 oldu, dəyişdi və summary history cədvəlimizdə dəyişikliklər bura görürsüz uğurla insert olundu. İndi burada nə edə bilərik? Dəyişib 3000 olub, düzdür? Hal-hazırda employees cədvəlindən də neçədir? Employee ID-si 101. Buranı 101 yox, 102 eləyək məsələn. 102 olan bir sətir yoxdur. Hal-hazırda employees cədvəlimdə. Ona görə tapa bilməyəcək. Baxaq nə baş verəcək bir dəqiqə. Run edim. Xəta işçi tapılmadı. Məlumat tapılmadığı üçün. Daha sonra employee ID-ni burada dırnaqda test verim. Bu employee ID employees cədvəlimdə baxın employee ID number tipindədir. Onu burada belə text tipində verə bilmərəm ki. Baxın text vermişəm, test. Mətindir. Verə bilmərəm ki, errora düşəcək. Xəta baş verdi, errorun adı. Görək nə olur. Baxın error çıxdı. Bunu eləyək. 101. Yəqin ki, bu da aydındır. Maraqlı bir nümunə idi. Keçək digər nümunələrimizə. Denət işçini silmək, onun maaş tarixçəsini təmizləmək. Bir işçini sildikdə onun maaş tarixçəsi də silinsin. Bu employee ID number tipindədir, 101'dir. Əvvəlcə maaş tarixçəsini silirik. Gəlin buranı kopyalayayım mən. Employees cədvəli və summary history cədvəli.
Devlet işçisini silmek ve onun maaş tarihçəsini təmizləmək. Baxın, bu employee ID number tipində 101-dir dəyişəni. Əvvəlcə maaş tarixçəsini silirik. Salary history'də açaq salary history'ni açıqdır onsuz da. Salary history'dən employee ID bərabərdir bu employee ID. Bu employee ID necədir? 101 olan. Salary history'dən employee ID'si 101 olan sətrinləri silirik. Sonra işçini gəlirik silməyə. Employees cədvəlimizə. Açaq employees cədvəlimizdə nə var? Employees cədvəlimizdən də employee ID-si bərabərdir bu employee ID olan, yəni 101 olan sətirləri silirik. Commit işçi və maaş tarixçəsi silindi, ekrana çıxır. Hər hansı bir errorda da bunu yazır. Və rollback olur. Əməliyyat icra olunur. İşçi və maaş tarixçəsi silindi. Gəlin baxaq. Employees də boşdur. Bu da boşdur. İndi burada tutaq ki, istədim mən bir dənə yükləsin qutarsın. İstədim ki, təkrar silmə bunu icra edeyim. Yoxdur axı məlumat. Bu çıxır. Əslində amma bu çıxmalı deyil. Məndə məlumat bazasında problem olduğu üçün çıxdı. Bu hissə çıxacaq. Xəta baş verdi. Xəta görünəcək. Merge işçi varsa maaşı yerinə, yoxdursa əlavə et. Əgər işçi bazada varsa onun maaşı yenilənəcək. Əks halda yeni işçi əlavə ediləcək. Şimdi mən bura kopyalayayım. Təkrar. Yox, bir dəqiqə baxaq. Employees'i bura kopyalayayım. Hal-hazırda boşluq görürsə employees cədvəli. Dəyişənlərim var və qiymətləri var tiplərinə uyğun. Employees cədvəlimlə bunu müqayisə edək. Baxın. Buradan qayıdan nəticələr 102, Leyla Həsənova analitik 2700 sistet. Buradan qayıdan nəticələrə baxın, sirici anyası bunu bir növ cədvəl kimi götürür. Bu senəkdən qayıdan nəticələrlə bu elə bir mənim main table rolumu oynayır, əsas cədvəli və target table'ımda da employees cədvəlimdir. Müqayisə edir employee ID-sinə görə. Employees cədvəlimin employee ID-si əgər bunun employee ID-sinə, yəni 102-yə, baxın bu employee ID-nin dəyərinə 102-yə bərabərdirsə, update elə, employees cədvəlimdə update əməliyyatı apar. Employees'in salarisini dəyiş, bunun salarisi et. 2700 et. Yox, əgər uyğunluq yoxdursa, not must. Employees cədvəlimə bunu insert elə. Bu dəyərləri insert elə. Ekrana çıxaq merge əməliyyatı tamamlandı. Hər hansı bir exception'da da bunu çıxır. Və rollback elə. Deyilmən əməliyyatı getməsin bazaya. Məndə hal-hazırda uyğunluq yoxdur. Çünki buradan qayıdan employee ID 102-dir. Məndə isə employees cədvəlimdə employee ID yoxdur, boşdur. Onun üçün insert olacaq. Merge əməliyyatı tamamlandı. Employees cədvəlimi run edirəm. Baxın. Insert olundu.
Daha sonra baxaq. Açaq burada employees cədvəlini. Ümumiyyətlə istəyirəm tables'ı refreshingə. Aha, employees cədvəlimi açım. Baxın bura məlumat insert olunub. Sonra burada dəyişək 2700 yox, məsələn eləyək 5000, 1000 manat tutaq ki də. Manual olaraq ənə dəyişdi. Sanayini elədik bizdə 1000 manat. Employees cədvəlimdə hal-hazır sanayi neçədir? 1000 manat. Düzdür? Gəlirəm bura. Müqayisə edirəm təkrar employee ID-yə görə. Bəli, buranın employee ID-si 102 və employees-in employee ID-si də 102. Uyğun sətir var, düzdür? Employees-dəki sanayini, yəni 1000-i redaktə eləyəcəm, update eləyəcəm sırıcının sanayisi ilə. Sırıcının sanayisi nədir və sanayinin qiyməti? 2700. 2700 eləyəcək. Merge tamamlandı və gələk bura. 2700 göstər. Şimdi 700 gəl bunu birdən dəyişək. Əngət nə? Məsələn 1500. Dəyişib 1500 etdik. Hal-hazır 1500'dür, düzdürmü? Burada və sanayinin number yox. Məsəl üçün varsayır ki, ən olsun tutalım. Bura olsun. Test, məsələn text olsun. Hal-hazırı məndə. Employees cədvəlindəki sətirlər budur, düzdür. Burada uyğunluq var. Employees'in employee ID'si sırıcının employee ID'sinə bərabərdir. Bəli, 102, 102'ye bərabər. Uyğunluq varsa update eləyəcək employees'dəki sanarini redaktə edib dəyişməyə çalışacaq sırıcının sanarisi ilə. Bununla. Düzdür? 1500'ü buna redaktə eləməyə çalışacaq. Və məndə employees cədvəlimi yaradanda baxın, employees cədvəlimin sanarinin tipi nədir? Number. Number vermişim. Tipi uyğun gəlməyəcək. Düşəcək errora. Gəlin o errora baxaq. Xəta baş verdi. Error. Gördünüz, çıxartdı. Yəni bunu göstərməyə çalışırıq. Dəyişək belə qalsın. Keçək digər nümunəmizə. PNSP kursor bütün işçiləri siyahla. Kursor istifadə edərək bütün işçilərin siyahısını göstərək. Kursoruma buradan qayıdan dəyərlər yığıram. Buradan nə qayıdıq? Baxın bu. Bunu yığıram kursora. Bir sətr onun üstə məlumat var. Dəyişənlərim var. Bu employee ID, employees cədvəlinin employee ID tipindədir. Bu full name dəyişənim. Employees cədvəlimin full name tipindədir. Bu position cədvəlim dəyişənim. Employees cədvəlimin position tipindədir.
Yani position sütunu tipindədir. Zərdən position tipində, full name tipində deyirəm, yəni o sütunların tipindədir. Bu scenario dəyişəni, employees cədvəlimin scenario sütun tipindədir və hər date dəyişənimsə employees cədvəlinin bu sütunu tipindədir. Hər date sütunu tipindədir. Kursor open eləyirəm, dövrə salıram, sətir və sətir fetching vasitəsilə kursordan qayıdan sətirlərin, baxın bu sütun qiymətlərin bu dəyişənlərə ötürürəm, mənimsədirəm. Harada ki kursorda məlumat tapılmadı, dayandırıram fetchi və bu formatda ekrana çıxarıram, dövrü bitirirəm, kursoru bağlayıram. ID'si bu, ad bu, vəzifə bu, maaş bu, işə qəbul tarixi bu. Gördüyünüz bu şəkildə. PNSG kursor vasitəsilə maaşı 2500-dən yuxarı olan işçiləri tapmaq. Tüm maaşı 2500 azeyində yuxarı olan işçiləri siyahıya almaq. Maaşı 2500-dən yəni yuxarı olan bütün işçiləri siyahıya almaq, siyahlamaq. Kursorum high salary kursor. Employees cədvəlində gəlin baxaq nə sətirlər var ümumiyyətlə. Ben buramı kopyalayayım. Baxın, hal-hazırda belə bir sətir var employees cədvəlimdə. Burada 2500'də maaşı yüksək olanlar yoxdur. Görürsünüz 1500'də hal-hazırda. Employees cədvəlimi refresh edəcəm. Açım. Bunu eləyək. 3000. Aha. 3000. Baxın, dəyişdi 3000. Bir sətir var. 2500'dən yüksək, çox olan bir sətir var və onun full name-nə salarisi budur. Bu full name dəyişənimə employees cədvəlimin full name sütun tipindədir. Bu salary dəyişənimdə employees cədvəlimin salary sütun tipindədir. Kursorumu açıram. Baxın, bu qaydan, bu selectdən qaydan bu nəticəni kursora mənimsətdim. Kursorumu açıram. Dövrə girdim. Dövr daxilində fetch vasitəsilə sətir və sətir kursorumdan qaydan sətirlərin sütunları uyğun olaraq bu dəyişənlərə mənimsədirəm. Harada ki kursordakı dəyərlər bitdi, sətirlər bitdi, fetchi saxlayıram. Ekrana bu formatda çıxarıram. Dövr bitir, kursor bağlandı. Günlerinə Həsənova maaş için. Bu qaydada ümid edirəm ki, bu da aydındır. Nəticə olaraq bu nümunələrdə biz employees və salary history cədvəllərini yaradıb, bu cədvəllər üzərində PLSQL bloklarında müxtəlif DML əməliyyatlarını icra etdik. Insertinə işçi əlavə etdik, update'inə maaşı yenilədik, delete'inə işçini və tarixçəni sildik, merge'inə məlumatları əlavə və yenilədik, kursoruna işçiləri və maaşları oxuduq. Bu kodlarda Oracle SQL Developer Editor'umuzda və TUAD və s. digər PLSQL-i dəstəkləyən mühitlərdə yazıb yoxlamaq mümkündür. Bu qədər. Bu dərsimizin də sonuna çatdıq. Bu dərsdə biz PLSQL blokları daxilində DML əməliyyatlarını icra etməyə aid çoxlu nümunələr gördük. Ümid edirəm ki, hər şey aydın oldu. Hər hansı sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz.
her ders olduğu kimi bu derste istifade ettiğim kodları ben videonun altına yerleştireceğim. İsteyen herkes yükleyip baxa bilər, istifadə edə bilər. Və son olaraq yenə deyirəm, əgər videoların faydalı gəlirsə, bəyənməyi, kanalıma abunə olub paylaşmağı, rəylər yazmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.